Hər vaxtınız xeyir olsun, hörmətli AXC TV izləyiciləri. Həftənin yekununun canlı efirindəyik. Həftə ərzində ölkəmizdə, regionda, beynəlxalq müstəvidə baş vermiş ictimai-siyasi proseslərin təhlili üçün bu dəfə studiyamıza Ana Vətən Partiyasının sədri hörmətli Fəzail Ağmalını və Vəhdət Partiyasının sədri hörmətli Tahir Kərimini dəvət etmişik. Hər ikiniz xoş gəldiniz. Sağ olun. Fəzail, elə ilk olaraq istərdik sizdən başlayaq. Həftəmiz üçün mühüm bir siyasi təşkilatlar üçün, siyasi partiyalar üçün çox vacib bir tədbir keçirildi. Bildiyiniz kimi Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyəti ilə əlaqədar şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin Azərbaycan tarixində ilk dəfə olaraq siyasi partiyaların, 24 siyasi təşkilatın, o cümlədən tanınmış siyasətçilərin, politologların, media rəhbərlərinin, YouTube kanal rəhbərlərinin birgə Xocalı, Əsgəran, Xankəndi səfəri baş tutdu. İlk olaraq istərdik səfər təəssüratlarınızı bölüşəsiniz. Səfər təəssüratlarımız möhtəşəmdir, açıq söyləyeyim. Həm də demək istəyərdim ki, bu artıq ənənəvi xarakter daşıyan bir səfər idi. Ondan öncə biz Şuşa şəhərində, eyni zamanda lap birinci olaraq Ağdamda və Zəngilanda siyasi partiyalar, yenə də Prezident Administrasiyasının şöbə müdürü hörmətli Ədalət Vəliyevin rəhbərliyi altında səfərlər etdik. Orada baş vermiş olan dağıntıların şahidi olduq. Erməni vandalizminin türətmiş olduğu vəhşilikləri öz gözlərimizlə gördük. Çox ağır bir təəssüratlar idi. Yəni, deyək ki, Şuşa, Ağdam, Şuşa və Zəngilan təəssüratlarının fərqli bir təsiri var idi. Şuşa biraz fərqli idi. Şuşa tamamilə tam kökündən fərqli bir düşüncələr yaradırdı bizdə. Ancaq indiki Əsgəran, Xocalı və Xankəndi tamamilə başqa təəssürat yaratdı. Və mən həqiqətən bu möcüzənin reallığa çevrilməsini bir daha ayaqlarım o torpağa dəyəndə dərk etdim ki, möhtərəm cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə igid silahlı qüvvələrimiz böyük qəhrəmanlıq göstərərək məhz bu torpaqları vətənimizə qovuşdurdu. Bu, qürur verici bir anlar idi, açıq söyləyeyim. Bəzən sözün gücü çatmadığı bir təəssüratlar idi. Biz Əsgərandan başladıq. Onun ilk olaraq Mühafizə qalasının üzərində ətrafı seyr etdik. Xankəndi üzrə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi hörmətli Elçin Usubovun izahatını dinlədik. O bütün yol boyu, bütün deməli səfər boyu bizi müşahidə etdi və həm Əsgəran haqqında, həm Xocalı haqqında, orada xüsusi olaraq Ballıca kəndi haqqında ətraflı xüsusi olaraq onun tarixi ilə bağlı məlumatlar verdi. Xankəndində eyni şəkildə və Xankəndində universitetlə, onun rəhbərliyi ilə görüşümüz, onun vermiş olduğu məlumatlar da bizdə doğrudan da böyük təəssürat yarattı. Bir sözlə qürur hissi keçirdik və bir daha əmin olduq ki, məhz belə bir qələbənin qazanılmasının təşkilatçısı və onun yeganə müəllifi möhtərəm cənab Prezident, Ali Baş Komandandır. Onun formalaşdırdığı, yaratdığı müasir, modern ordu ilə, vətənpərvər cəmiyyətlə biz belə bir qələbəni əldə etdik və bu qələbənin artıq konkret, pozitiv, necə deyərlər, təəssüratlarını yaşamaqda. Bir var, televizor vasitəsilə, mətbuat vasitəsilə həmin yerləri izləyəsən, təbii ki, bunun özünün təsiri bir başqadır. Ancaq bir də var, ayaqlarımız o torpağa dəyərək və oradakı gördüklərimizdən böyük təəssürat keçirərək içərimizdə olan, düşüncələrimizdə olan o qürur hissinin, o sevincin həzmini, onun səviyyəsini sözlə ifadə etmək çox çətindir. Xüsusi olaraq
biz Xan kəndində vaxtilə 88, 89, 90-cı illərin əvvəllərində Miyatsum deyərək Azərbaycana qarşı hədyanlar yağdıran həmin meydan artıq vaxtilə onu bu faşistlərdən, şeytan yuvasından təmizləyən Ali Baş Komandanın təpikləri altındaydı. Və ondan keçən az müddət sonra həmin meydanda böyük hərbi parad keçirən həmin igid övladlarımızın təpikləri altındaydı. Və o, necə deyərlər, meydan üzərində bizim də artıq qalib dövlətin, qalib xalqın, qalib övladları kimi bizim də ayaq izlərimiz həmin hədyanlar yağdıran meydanda artıq başqa bir əhval-ruhiyyəni yaradaraq xoş təəssüratı daha da gücləndirdi. Çox möhtəşəm bir, mən deyərdim ki, səfər oldu və 2020-ci ildən başlayaraq yeni konfigurasiyanın yaradılmasına doğru ölkə prezidentinin tapşırığı ilə atılmış olan addımlar özünün uğurlu nəticələrini verir və bugün mən deyərdim ki, məhz Ədalət Vəliyevin rəhbərliyi altında həyata keçirilən bu və buna bənzər tədbirlər siyasi partiyalarla iqtidar arasında normal, konstruktiv əməkdaşlığını daha da gücləndirir, həmrəyliyi möhkəmləndirir və eyni zamanda istənilən bir məsələnin ətrafında açıq, səmimi söhbətlərin aparılması üçün geniş imkanlar yaradılır. Hər hansı bir müxalifət partiyasına, hər hansı bir məhdudiyyət qoyulmadan, qadağalar tətbiq etmədən bütün, yəqin Tahir müəllim də mənlə razılaşar ki, bütün bu dərin masalarda 52, 53 bizim keçmiş olduğumuz konferansda, onlayn və canlı bir deməli təmaslarda həqiqətən bu əməkdaşlığın biz ən yüksək formasını görmüşük və bu MDB ölkələrində, mən deyərdim ki, xarici ölkələrdə də müxalifətlə iqtidar arasında bu cür konstruktiv, bu cür unikal və özünün əhəmiyyətli nəticələrini verən bir diyalog mühiti yoxdur. Yəni bu diyalog əslində cəmiyyətin həmrəyliyinin formalaşmasında və inkişafında özünün müstəsna yerini və rolunu göstərir. Necə ki, müharibədə göstərdi, bundan indi də göstərir və bundan sonra da gələcəkdə təbii ki, biz iqtidarla, dövlətimizlə, onun problemlərin həllində öndə olan cənab prezidentimizlə bərabər olmalıyıq. Xalqımızın həmrəyliyinin möhkəmlənməsində tövbələrimizi verməliyik. Ordumuzun güclənməsində, eyni zamanda bir siyasətçi kimi, bir vətəndaş kimi onunla bərabər olmalıyıq. Əgər belə olursa, cəmiyyətin immuniteti də güclənir. Ona bu və digər şəkildə təsir göstərmə imkanları da çox zəif olur. Təşəkkür edirəm. Hörmətli Tahir bəy, söz sizdədir. Sizin təəssüratlarınızı almaq istərdik. Təşəkkür edirəm. Hörmətli Fəzail bəyin dedikləri ilə 100% razıyam. Doğrudan da çox möhtəşəm bir hisslər keçirdik. Əvvəla onu deyim ki, cənab Ədalət Vəliyevin başçılığı ilə 5-ci dəfədir ki, biz azad olunmuş torpaqlarımıza gedirik. Hər birində bir xüsusi hisslər keçiririk. Fəzail bəy demişkən, bəzən sözlə ifadə eləmək olmur. Və bu dəfə də çox möhtəşəm idi. Mən getdikcə, misal, orada gözüm Kiçik Qafqaz dağlarının üstündə o qırqız yaylaqlarını seyr edirdi. Onun arxasında Qərbi Zəngəzuru hiss eləyirdim, havaların, göylərini görürdüm. Qeyri-ixtiyarı deyirdim, nə qədər gözəl, möhtəşəm vətənimiz var. Lakin bunlar necə olur ki, bu düşman əlində olub və dediyim kimi bir hissəsi hələ düşman əlindədir. Çox ciddi bir hisslər keçirirdim. Mən Fəzail bəyin dediklərinə 100% qatılıram, ona görə çalışım yeni söz deyim. Əsgəran qalasında biz seyr edən zaman mənim bacım oğlu Şahin Seyidli şəhid olduğu yerə yaxın idi. Və mən oradan torpaq nümunələrini götürdüm. İndi inşallah qəbrin üstünə şəhid olub orada, qəbrin üstünə səpəcəm. Və mənim üçün yəni şəxsi mənada müəyyən müqəddəs bir hisslər orada, duyğular oldu. Və eyni zamanda mənim yadıma düşdü,
Xocalıdan sonra mən Ağdama getməyim, Şelli digər yerlərdə olmağım o zaman müəyyən proseslər gəldi və məhz martın 6-sında mən gəldim Milli Məclisdə çıxış elədim. O zamanki prezident bizim çıxışlar bizdən sonra istefa verdi, getdi. Nə qədər ağır bir təəssürat idi. İndi təsəvvür edin. Söhbət neçənci ildən gedir? 92-ci il. Təsəvvür edin. Həmin günündə martın 6-sında. Ayaz Mütəllibov prezident oldu. Bəli. İndi siz təsəvvür edin, nə yadıma düşür? 80-ci illərin ortalarında Şuşaya gedirdik və biz əyilib Xankəndiyə, o vaxt Stepankert deyirlər, girə bilmirdik. Bizə məsləhət bilmirdilər, ora gedin. Öz vətənimizdə, öz torpağımızda ermənilər elə ab-hava yaradırdı, ora gedəmirdik. Amma biz indi görün, necə gözəl bir təəssüratdır ki, biz nəinki Xocalı, Əsgəran, hətta Xankəndiyə getdik, gəzdik, o cür cənnət məkanlarımızı və ürəyində bəlkə də hər kəs lənət oxudu ki, Rus imperiyasının köməyi ilə o zaman ermənilər gəlib orada məskunlaşıb, özlərinə vətən düzəldiblər, dövlət düzəldiblər və bizim xanlarımızı, Xanın kəndində, son, oradan da Tahir bəy çox üzr istəyirəm, son 150 illik tariximizə baxanda ilk dəfə idi ki, məhz Ali Başkomandan Prezident İlham Əliyevin sayəsində Azərbaycanlılar Xanın kəndinə bu formada qayıtmışdılar. Çünki bu 150 illik tariximizdə Çar Nikolayın dövründən orada Azərbaycan türkləri çıxardılıb, ermənilər məskunlaşdırılıb, İrandan gələn, Hindistandan gələn, yəni böyük Seri işğalından sonra da 11-ci Qızıl Ordunun işğalından sonra da Xankəndinin əhalisinin 90% erməniləşdirilmişdi. Amma və nəhayət 2023-cü ilin sentyabrın 20-sindən sonra kiçik antiterror əməliyyatı nəticəsində Azərbaycan türkləri Xanın kəndinə qayıdıb. Bəli. Elə o zaman mən hər kəs ürəyində elə o fikirləşirdi, yadına salırdı. Misal mənim yadıma düşürdü o vaxt Ali Sovetin iclasında Bayram Bayramov deyirdi ki, Qarabağ heç vaxt indiki bizim olmayıb. Dedim, xeyr, Qarabağ heç vaxt indiki kimi bizim olmayıb. Bəli. Söz yerin vaxtında demək lazım idi. Və bunun üçün də həqiqətən də Ali Başkomandana, onun formalaşdırdığı orduya sonsuz minnətdarıq. Minnətdarıq ki, böyük siyasət nəticəsində o ermənilər ölkəmizi tərk elədi. İndi vətəndaşlığımızı qəbul eləmirlər, heç bizə lazım da deyil. Bizim artıq şükür Allaha orada quruculuq işlərimiz gedir, vətəndaşlarımız yavaş-yavaş qayıdırlar və böyük köç qayıdış, böyük qayıdışla davam edəcək. Çox gözəl təəssürat idi. Dediyi bir qədər hər kəsin ürəyində bir belə çox gözəl bir hisslər var idi. Vətənimizi böyük görmək. Bir söz demək istərdim. Biz müəyyən müddətə kimi, Qarabağ alana kimi belə deyək, həmişə Azərbaycan kiçilə-kiçilə gəlib. Artıq Azərbaycan şükür Allaha böyüyə-böyüyə gedir. Hələ bizim böyüməyimiz inşallah. İnşallah. Təşəkkür edirəm. Rəza bəy, doğrudan da Tahir bəy qeyd etdiyi kimi çox möhtəşəm bir tədbir idi, görüş idi. Yeri gəlmişkən fürsətdən istifadə edib hörmətli Ədalət müəllimə də təşəkkürümü bildirmək istəyirəm ki, AXC TV-nin baş redaktoru kimi, rəhbəri kimi məni də dəvət etmişdi həmin tədbirdə və bir sıra Azərbaycanın tanınmış YouTube kanallarının rəhbərləri oradaydı. Biz canlı formada onu izlədik. Həqiqətən də qürur verici anları yaşadıq və yeri gəlmişkən artıq Elçin müəllimin verdiyi məlumata görə 10 minə yaxın Xankəndində Azərbaycanlı məskunlaşıbdır. Orada gedən quruculuq işlərinə şahidlik etdik. Tamamilə milliləşmişdi. Mən gedəndə deməli avtobusdan onun pəncərəsindən qırağa baxırdım. Görürdüm ki, deməli orada yenicə yaradılan ən müxtəlif xidmət sahələri, restoranlar, hamısı belə milli. Hətta mən orada Şəki evi deyilən bir yerdə də rast gəldim, yazılmış Şəki evi. Evet. Yəni soruşur ki, bu Şəki evində görən nə ola bilər? Arayik'in restoranında bizim bir fasilemiz oldu. Arayik, sen bilirsiniz de məlumat verildi ki, səndə Arayik özü üçün bir restoran şəbəkəsi yaradı. O beyaz restoran adını qoymuşlar. Yəni, hər şey gözəl idi, həqiqətən, çox möhtəşəm idi. Və bu, bir daha mən də düşünürəm bir səfərin bütün iştirakçıları da belə bir qənaətə gəldilər ki, bütün bunların hamısı Azərbaycan dövlətinin gücünün nümayişidir. Onun potensialının təntənəsidir. Və belə bir dövləti yaradıb bizə ərmağan edən, bizə necə deyərlər, bir
ulu öndər kimi verib onun qədrini bilməyi tövsiyə edən ulu öndərimiz hər zaman minnətdarlıq hissi ilə yad edilməlidir. Çünki onun qurmuş olduğu bu dövlətin, bu təməlin üzərində Cənab Prezidentimizin qısa zaman kəsində, yəni ortalama 17 il ərzində böyük fədakarlıqla, böyük qətiyyətlə, böyük məharətlə bu dövləti gücləndirib, Cənubi Qafqazın lider dövlətinə çevirib, Cənubi Qafqazın yox, mən deyərdim, dünyanın ən böyüşkən, ən mübariz, ən səviyyəli ordularından birinə çevrilən Azərbaycan ordusunu bugünkü səviyyə qaldıran və bütün sahələrdə böyük uğurlara imza atan təbii ki, İlham Əliyevə bizim bir vəfa borcumuz var, bir minnətdarlığımız var. Və o torpaqları gəzdiksə, mən şəxsi təəssüratlarımda, bir daha düşüncələrimdə, bir daha fikirlərimdə möhtərəm Cənab Prezidentə çox böyük minnətdarlıq hisslərini keçirdim ki, sağ olsun, var olsun. Yaxşı ki, bizim belə bir prezidentimiz var və Azərbaycanı bütövləşdirdi, Azərbaycan dövlətini bütövləşdirdi. Azərbaycanı bütövləşdirməklə, Azərbaycan dövlətini bütövləşdirməklə Azərbaycanı bütövləşmək yolunda ciddi bir addım attı. Vaxtilə itirilən torpaqlarımızın artıq qayıdışı başlayıbdır. Bu qayıdışı bizə təqdim edən onun ilk addımlarını Qarabağ torpaqlarında, Şərqi Zəngəzur torpaqlarında reallaşdıran bizim Müzəffər Ali Başkomandanımız var. Və bu Müzəffər Ali Başkomandan bu qayıdışın memarı kimi təbii ki, Azərbaycanı bütövlükdə. İndi Azərbaycan dövləti bütövləşdirsə, indi Azərbaycanın bütövlükdə itirilənlərin geri qayıtması və bütövləşməsi bir mərhələsi başlayır. Bu, dünyanın ortaya qoymuş olduğu çağrışlardır. Bu, eyni zamanda bizim regionda meydana gələn yeni situasiyadır, yeni reallıqlardır və bu reallıqları mahir bir diplomat kimi, grossmeister kimi, Şahmat taxtası arxasında olduğu kimi xəritələrin üzərində öz düşüncələrini və Azərbaycanın bütövləşməsi üçün çox böyük səbir, təmkinlə reallaşdırmaq hisslərini, iradəsini özündə ifadə edən İlham Əliyevimiz var, prezidentimiz var. Bizim nədir burada rolumuz və yerimiz, siyasi partiyalar? Siyasi partiyaların yeri və rolundan ibarətdir ki, biz dövlətimizlə bərabər olaq. İlham Əliyevin başladığı və Ulu Tanrının onun taleyinə yazmış olduğu bu tarixi prosesin reallaşmasında onunla bərabər olaq. Bunun üçün biz baxışlarımızı, fərqli baxışlarımızı kənara qoyaraq dövlətçiliyimiz və onun gələcəyi naminə, Azərbaycan torpaqlarının bütövləşməsi naminə dövlətimizin yanında olmalıyıq. Siyasi həmrəyliyimizi gücləndirməliyik bu baxımdan və dövlətin atmış olduğu addımları bir siyasi partiyalarla, qısqanclıqla deyil, böyük təntənə ilə, böyük sevinclə qarşılayıb onun daha da ciddi uğurlarla müşahidə olunmasına bir siyasi partiya olaraq, bir vətəndaş olaraq, bir siyasətçi olaraq töhfəmizi verməliyik. Tamamilə doğrudur. Talib bəy, Fəzan bəyin qeyd etdiyi kimi çox vacib bir məqamlara toxundu. Biz həm də 20-ci ildə Ali Başkomandan Cənab Prezident vətən müharibəsi edəndə siyasi partiyaların bütövlükdə İlham Əliyevin müdafiə etdiyini şahidlik etdik, dövlətin, xalqın yanında olduğunu, həmrəy olduğunu nümayiş etdirildiyinə şahidlik etdik. Bu olduqca bir vacib amildir və bu prosesin son 4 ildə də hörmətli Ədalət Vəliyevin xüsusən siyasi partiyalar və qanunverici hakimiyyəti şöbəsində rəhbər təyin olandan sonra ardıcıl şəkildə siyasi təşkilatlarla, partiyalarla intensiv görüşlər keçirməsi, canlı söhbətlər aparması, fərdi qaydada partiya sədrlərinin söhbət etməsi, dövlət və milli maraqlar məsələsində birgə bəyanatların verilməsinə də şahidlik edirik.
Bax, istərdik bu istiqamətdə də fikirlərinizi Təşəkkür edirəm. Həqiqətən cənab Ədalət Vəliyevin özünün də şəxsi təşəbbüsü, böyük rolu var. Bu şöbənin özünün yaradılması da böyük əks-səda verdi. Böyük işlərlə müşahidə oldu. Həqiqətən biz nələr gördük? Əvvəllər deyək ki, biz prezident aparatı deyirdilər də administrasiyası. Onun rəhbərləri ilə ünsiyyət qurmaq belə çətin idi. Onunla münasibət qurmaq, partiyaların özlərinin arasında münasibəti yaratmaq çox çətin idi. İndi nəinki çox uzun sürəm yeri gəlmişəm. Tahir bəy, həmin dövrlərdə iqtidar müxalifəti ATƏT görüş təşkil edirdi. ATƏT-in deməli təşkilatçılığı ilə o iqtidarla müxalifət partiyalarının arasında bir təmas yaranırdı. Artıq o aradan qalxıbdı. Bəli, ATƏT yaradırdı, nə bilim Kuznetsov gəlirdi, o görüşdürürdü, yadıma gəlir belə. İndi nəinki bizim dövlət orqanları ilə siyasi partiya arasında gözəl diyaloq yaranır. Eyni zamanda hətta onun özü, biz orada qeyri-ixtiyari rəhbərlər, partiya rəhbərləri, politoloqlar, mətbuat görüşürük. Özümüzün arasında da belə gözəl mühit, sağlamlaşma gedir. Yazıq o şəxslərdir ki, bax o gedib azad olunmuş doğma yerləri görə bilmədilər. Başqasına da imkan vermədilər. Onlar nə yaxşı olardı ki, bu görüşdən qaçanlar, bu diyaloqdan qaçanlar özləri də gedərdi. O doğma hissləri, o müqəddəs hissləri onlar özləri də yaşayardı. Bəlkə onların ürəyində nə qədər rəhim, nə qədər mütənasiblik yaranardı. Və həqiqətən biz nələri görürük? Biz görürük ki, hər bir qayğının, bax, siyasi partiyaların artıq özlərinin qərargahları var. Demək olar ki, hamısının qərargahı var. Özlərinə müəyyən qayğı göstərilir. Məsələn, dövlət büdcəsindən vəsait alınır. Parlamentdə təmsil olunan partiyalarda, olunmayan partiyalarda artıq dövlət büdcəsindən vəsait alınır. Ona nail olundu ki, artıq siyasi partiyalar nəinki parlamentdə təmsil olunur. Onların demək ki, üzvləri, nümayəndələri parlamentin və komitələrin rəhbərlərinə seçilirlər. Komitə sədri, sədr müavini var, ümumiyyətlə Milli Məclisin sədr müavini var. Yəni bunlar çox böyük bir dəyişikliklərdir. Yavaş-yavaş gedir, hər şey yavaş-yavaş düzəlir. Yəni birdən-birə, yəni biz bilirsiniz, Fəzai müəllimlə biz artıq ahıl yaşımıza çatmışıq da. Həmişə deyirik, gənclər özümüz də elə olmuşuq. Gənclikdə inqilabçı, orta yaşda islahatçı, qocalanda mühafizəkar olursan. İstəyirsən o qazandıqları qoruyasan, saxlayasan. Biz istəyirik ki, nəinki belə dövlət orqanları ilə siyasi partiya arasında, siyasi partiyanın öz arasında, həm də xalqımızla, ictimaiyyətlə aramızda səmimi münasibət olsun, gözəl münasibət olsun, antagonist ziddiyətlər aradan geçsin, birimizi sevək, müdafiə edək. Bu vətən bizimdir də. Bu torpaq bizimdir, o gördüyümüz torpaqlar da bizimdir, bu xalq da bizimdir. Nə üçün bizim, bax mənə bir nəfər desin ki, o çəkişən qüvvələrdən, deyək ki, bizi qəbul eləməyən bəzən avtobus müxalifəti deyirlər və s. deyirlər. İndiyə kimi o kəskin antagonist ziddiyyətlə nə əldə ediblər? Heç nə əldə edə bilməyiblər axı. Amma nə qədər tərəfdarların, nə qədər zərbat da qoyublar, düşmə münasibət yaradıblar. Kimə lazımdır bu? Siz çox maraqlı bir məqamat toxundunuz. Mən istərdim tamaşaçılar üçün də maraqlı olacaq. Həm də bildiyimiz kimi siz 90-cı illərdə Elçibəy hakimiyyəti dövründə Ali Məhkəmənin sədri vəzifəsində çalışmışsınız. Kifayət qədər yüksək vəzifə tutmusunuz, postu və ondan sonra da uzun müddət partiya sədri və Milli Məclisin bir neçə dəfə deputatı olmusunuz. Sizə elə gəlmir ki, o adını çəkdiyiniz o adını çəkmədiyiniz o şəxslər ki var, söhbət iki partiyadan gedir. Bilirik ki, Azərbaycanda faktiki 26 təşkilat rəsmi qeydiyyatdan keçib və Müsavat Partiyası ilə Əli Kərimin rəhbərlik etdiyi partiyadan gedir. Sizcə, bax, Əli Kərimini bu cür tədbirlərdən məqsədli şəkildə imtina edir, bu cür kölgə salmaqla sosial şəbəkələrdə bir sıra deməli qeyd etdiyiniz kimi müxtəlif adlar qoyur, avtobus müxalifəti və s. və yaxud da o hansısa bir dairələrin Azərbaycanın əleyhinə olan güc mərkəzlərinin, dövlət və milli maraqlarımızın hər zaman əleyhinə olan həmin o mərkəzlərin əlində bir vasitə kimi rol oynayır. Hər ikisi var. Mən hətta müəyyən çıxışlarımda da demişəm. Biz hər şeyi yaxşı bilirik. Fəzai müəllim də, biz də. Misal deyək ki, bizi bəzən ittiham edirlər ki, getdiniz siz iqtidarla, nə bilim, deputat olsunuz. Axı bilirsiniz, siz özünüz də olmuşsunuz axı. 10-15 il parlamentdə özünüz olmuşsunuz. Biz yenə misal üçün, istər Fəzai müəllimin çıxışları olsun, ya mənim çıxışlarım, ya başqaları, nə qədər dövlətimiz və xalqımız üçün faydalı çıxışlar edirik.
Elədirmi? Lap elə sizin rəhbəriniz Qüdrət bəy olsun. Nə qədər faydalı çıxışlar eləyir. Amma siz o çıxışları da eləməmisiniz, epizodiklər nəzərə alınmasa. Onda bizi niyə qınayırsınız? Sizin nə oldu? Axı sizin indi Milli Şura rəhbərləriniz, axı biz yaxşı yadımızdadır ki, siz daha çox iqtidara yarınmaq üçün dərdən qabıqdan çıxırdınız kitabları və Qafqazda lider İlham Əliyev, Azərbaycan lider dövlətə çevrilir. Biz axı bu yaddan çıxmır. Nazirlərin qəbul otağında o kitabların təqdimatını edirdi Cəmilə Səndi. Biz bunlara şahid. Biz hamımız bunu bilirik axı. Bilirik. Deməli siz özünüzə şəxsən özünüzə yaxşı eləyəndə olanda, sizə sərf eləyəndə, onda deyirdiniz iqtidarla gəlin dost olaq. İndi nə qədər bir qədər deputatlıqdan kənar qalıblar, nə? Gəlin düşmən olaq. Belə xalqın mənafeyini güdmək olmaz. O bəziləri misal üçün dərindən bilmir, qoşulur sizə, inanır. Onları da allatmaq lazım deyil. Və bu nəticəsizdir. Nəticəsiz. Ahəng cəmiyyətimizlə dövlət arasında, dövlətlə vətəndaş arasında münasibətlərin sağlamlığı ahəng yaradacaq. O gözəllik yaradacaq, o insanları xilas edəcək, dövlətimiz eləyəcək. Ona görə də mən elə hesab edirəm ki, indi o kəskin antagonist ziddiyyət nəinki o münasibətlərə böyük bir xələl gətirir, onların özlərinədir. Təşəkkür edirəm, Tahir bəy. Rəza bəy, qeyd etdiyiniz kimi, siz bu dövlətin Azərbaycanın müstəqilliyinin əldə olunmasında seri kimi bir irtica rejimə qarşı mübarizə aparmışsınız. Bir universitet müəllimi kimi, xalq hərəkatının üzdə olan siması kimi və nəhayət Azərbaycan dövlətinin güclənməsində, qurulmasında və qeyd etdiyimiz kimi, ilk dəfə olaraq tam suverenliyin bərpa olunmasında bir siyasi xadim kimi, dövlət xadimi kimi əmək qoymusunuz. Tahir bəyin qeyd etdiyi məqamlarla bağlı istədiyiniz sizin fikirlərinizi alaq. Allah ucu yaradan hər bir insanı dünyaya gətirəndə mənim düşüncəmə görə ona bir talih yazır. Bir şərəfli həyat keçirir, ailəsinin, millətinin, ətrafının qarşısında çox böyük hörmət sahibi olur. Salih seçilən kişilərdən, xanımlardan biri olur. Eləsi olur ki, ortada yer qırıqda gəzir, miyanə bir adam olur, cəmiyyət onu tanımır. Eləsi olur ki, bu kimi içəri girib insanlarımızı, dövlətimizi içərdən yeməyə çalışır, onu parçalamağa çalışır, marginallaşmış bir şəxsə çevrilir. Və faktik olaraq bugün mən Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi, Əli Kəmilinin partiyası arasında bərabər işləsin qoyamaram. Paralellik yaparmaq belə çətindir. Sadəcə olaraq Müsavat Partiyası sanki elə hər şeydən küsüb, durub kənarda, heç şeyə qatışmır. Və yeri gələndə də ki, özü müstəqil şəkildə bu və ya digər məsələyə münasibət bildirir, bəyanat verir və s. Biz bunu 44 günlük müharibə dövründə də gördük. Niyə bizə qoşulmadın ki? Nə olmuşdu? Nə baş vermişdi ki? Bu siyasi partiyaların hansının birisinin Azərbaycan dövlətinə, Azərbaycan xalqına istəyi sizdən aşağıdır? Sizin hansı keyfiyyətlərinizə görə bu siyasi partiyalardan üstün deməli, əməllərə, töhfələrə maliksiniz ki, indi çəkilib kənarda özünüz bir bəyanatla çıxırsınız. Söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir. Təmin olunubdur. Niyə bunu gəlib bu partiyalarla bərabər o bəyanata imza atmırsan? Axı bu millətin ümumilli məsələsidir. Bəli. Bu Azərbaycanın bütövləşməsidir. Bu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bu suverenliyinin həyata keçirilməsidir. Bunu reallaşdıran, həyata keçirən bizim güclü dövlətimizdir, Müzəffər Ali baş komandandır. Qanı, torpağı qanla suvarılmış olan şəhidlərimizin əməlləridir, qazilərimizin igidliyidir. Veteranlarımızın, 10 minlərlə veteranlarımızın yaxşı, sən bu dövlətin hər hansı bir siyasətini bəyənməyə bilərsən. Okey, İngilislər deməli. Bu mümkündür. Burada sənin deməyə nə sözün var ki? Axı burada sənin sözün yoxdur. Burada bütün millət ayağa qalxıb. 7-sindən 77-sinə qədər dövləti ilə, ordusu ilə bərabərdir. Xalq orduya çevrildi. Müdrik qocalarımız pensiyası ilə orduya kömək eləmək istəyir.
Pensiyasını oraya kesilir. Nenelerimiz pişirdiği peraşkini gönderir orduya. Hördüyü corab. Hördüyü çorapları gönderir. Tamamilə doğru. Hamımız o prosesin içindəyik. Təcə siyasət kimi yox. Evet. Əlimizdən gələni göndərdik. Nə mümkündürsə, əlbəttə ki, dövlətimizin güclü bir ordusu kimi dövlətin yaratmış olduğu imkanlar daxilində bunlar xırdaydı. Heç buna ehtiyac da yox idi. Ancaq bu millətin istəyinin ifadəsiydi. Burada da olmadınız siz. Bəyanatda da olmadınız. İndi Xalq Cəbhəsi isə sadəcə anti-Azərbaycan qüvvələrinin Azərbaycanda təmsilçisidir. O Azərbaycanda hər şeyi qara rəngdə görür. Onun üçün dünyada bir qara rəng var, bir ağ rəng var. Ki özləri ağ mundir geyən, bütün o özlərindən başqa hamı qara işlərin içərisindədir, dövlətdə, xalqda və s. Onun üçün bunların yəqin ki, Tahir bəy də mənimlə razılaşar ki, cəmiyyətdə Azərbaycan xalqı içərisində nüfuzu sıfıra yaxın bir şeydir. Bunlar ofis partiyalarına çeviriblər. Bunların ictimai siyasi proseslərə təsir imkanları, gücü yoxdur. Bunların Azərbaycanın ictimai siyasi mühitinin formalaşmasında da hər hansı bir tövhəsi yoxdur. Yoxdur. Xarici qüvvələrin tapşırığını qeyd edə bilərikmi konkret olaraq? Şöyle əlbəttə indi baxın görün axı bunlar indi bir daha təkrar edirəm mən biraz paralel yaparmaq istəmirəm. Yani daha çox görünür də yəni Əli Kərimli bütün çırpaqlığı ilə görünür ki bu xarici işləyir. İndi müsavat işləyən vaxtda deyəmərəm. Məsələn mən o faktlar bəlli deyil. İndi müsavat da sanki Azərbaycan Xalq Cəbhəsindən bir sinxron hərəkət edir. O da müxalifətdə, elə mən də müxalifətəm. Mən bu cür 24 partiya ilə bərabər olub bəyanata qol çəksəm, artıq Azərbaycan Xalq Cəbhəsi məni qırıyacaq ki, sən də getdin oldun dövlətin yanında. Əli Kərimin qorxusundandır da belə. Yaxşı olsun da, Kərimdən olsun da, səni aşağı yuxarı bütün yeri gələndə bütün hədləri kesir. Ünvana bütün hədyanları yağdır. Sən niyə onu çəkilməlisən? Sən mövqeyi qoy ortalığa. Yaxşı, iqtidarın bu və ya digər siyasətini bəyənməyə bilərsən. Axı bu torpağı birləşdirən, suveren edən, ərazi bütövlüyünü təmin edən bu dövlətin bu xəttini sən niyə açıq şəkildə, səmimi formada müdafiə etmirsən? Ona görə biz düşünürəm ki, bunlar haqqında bu fikirləri belə möhtəbər bir verişlərdə önə çəkməyimiz onlara biraz nüfuz gətirir. Mənə belə gəlir ki, marginallaşmış və cəmiyyətdə nüfuzu olmayan bu cür şeylərə heç fikir vermək lazım deyil. Biz sadəcə olaq. 24 partiya, əvvəldən axıra qədər, ümumi milli məsələlərdə, dövlətçilik məsələlərində, Azərbaycan ərazi bütövlüyündə, suverenliyində bir yerdə oldu, bugün də bir yerdədir. Bu möhtəşəmdir. Bu Azərbaycan xalqının bugün baxışlar sistemini və iradəsini özünü ifadə edir. Ona görə də hara gedirsə, müxalifətli, iqtidarlı, hamı xoş təəssüratla bizlərlə görüşür, xoş təəssüratla dair. Çünki bizim içərimizdə hər hansı bir paxıllıq, qısqanclıq, hər hansı bir dövlət tərəfindən, xarici qüvvə tərəfindən bizə pul göndərilib, bizi idarə edən bir səviyyədə deyilik. Biz dövlətimizin yanındayıq, xalqımızın yanındayıq. Dövlətimizlə, xalqımızla belə həm də 24 siyasi partiyanın arasında bugün olduqca səmimi, o qədər iş-üzrə münasibətlər var ki. Heç orada fərq qoymursan ki, bunlar biri müxalifətdir, biri iqtidarda və yaxud da ki, bunların baxışlarında fərqlər var. Onların hamısı bugün silinib gedir bu məsələlərdə. Yəni, o ümumi məsələlərdə, dövlətçilik məsələlərində. Bu çox möhtəşəmdir. Və bunu da təbii ki, yaradan ölkə prezidentinin 20-ci ildən başlayan, 19-cu ildən başlayan siyasi islahatların içərisindəki bu yeni siyasi konfigurasiyadır. Və bu siyasi konfigurasiyanı çox yüksək səviyyədə, çox zərgər dəqiqliyi ilə həyata keçirən Ədalət Vəliyev kimi bizim ziyalımızdır. Onun komandasıdır. Təşəkkür edirəm. Təbii əlavəniz var mı bu mövzuyla bağlı? Növbəti suala yoxsa keçək? Buyurun, elə. Deməli, qeyd etdiyimiz kimi, keçən həftə Prezident Administrasiyasının məhz şöbə müdürü Hörmətli Ədalət müəllimlə və
dövlət qurumlarının Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət müəllim, Maliyyə Nazirinin müavini və digər dövlət qurumlarının rəhbərləri ilə birgə Hilton oteldə iqtidar müxalifət görüşü baş tutdu. Siz də orada çıxış etdiniz və biz də oradaydıq. Artıq mövcud problemlərin qaldırılması istiqamətindədir. Hətta bu səfərlərlə yanaşı və orada mövcud problemlər ölkənin siyasi əhəmiyyətli dərəcədə vacib, önəmli məqamlara da toxunulur. Yəni qeydlər aparılır. Yəni oradakı partiya sədrlərinin fikirli cənab prezidentçi çatdırılması ilə bağlı fikirlər irəli sürülür. İstərdim həmin görüşlə də bağlı fikirlərinizi bildirəsiniz. Doğru deyirsiniz. Mən keçən dəfə hətta çıxışımda demişdim. Deyək ki, orada o vaxt Mir Mahmud bəy də iştirak edirdi. Mən yadımda deyim, Mir Mahmud bəyin, Sərdar bəyin, İqbal bəyin, Pənah bəyin dediklərindən, misal Əli Kərimlinin ya İsa Qəmbənin dediyi nə fərqi var? Eyni şey bunlar da deyir də. Sən qaldırdığın bütün məsələləri bunlar da deyir. Amma dostcasına deyirlər də. Düşmən kimi demirlər. Qəbul edirlər, dövlətə, hakimiyyət orqanı nümayəndələrinə, bütün ictimaiyyətə çatdırırlar ki, bu problemlər var, bu problemlər həll olunmalıdır. Hər kəs də yaxşı dinlənilir, hörmətlə. İndi desinlər ki, görək orada kimin səsi kəsildi, kimə deyildi, etiraz olunur ki, sən düz demişsən. Hətta mənim özüm bəzi deyilənlər vardı ki, onlarla məsələn razılaşmırdım. Amma hamı bir-birinə hörmətlə yanaşırdı. Mən misal gözləyirdim ki, ola bilər ki, hakimiyyət orqanından deyilən müəyyən fikrə, müəyyən verilişimiz qutarandan sonra bir epizodu misal mən deyərəm. Ki, misal razılaşmırdı. Amma o ilə belə nə qədər hörmət deyə bilərsiniz. Yox, indi istəmirəm kəskinləşdiriləm. Belə və ona görə indi sizə mütləq deyəcəm indi. Misal belə axı bu xoş təəssürat, insanlar əgər biz bir-birimizlə belə qəbul eləmiriksə, bu dövlət bizi necə qəbul etsin? Hər birimizdə hörmət eləyən xalq kütləsi var, cəmiyyət var. Onları biz birləşdirmək, özümüz birləşək ki, gərək onları da birləşdirək də. Özümüz gərək birimizə yaxşı münasibət bəsləyək. Yenə deyirəm, axı sizin çıxış o radikal müxalifət. Hansı məsələni qoymusan ki, bax bu iştirak edib deyənlər o məsələni qoymasınlar. Eyni mövzulardır. Bax, sadalasız kəs... Bir məsələni də qeyd edim ki, həmin görüşdə mən də iştirak etmişəm. Administrasiyanın məsul şəxsləri bütün partiya sədrlərinin çıxışlarını qeyd edirdilər. Hər kəsə yəni, açıq şərait yaranmışdı. Mövcud problemlər ölkə daxilində, beynəlxalq müstəvidə hər bir məsələlərdən danışıldı. Hətta cənab Ədalət Vəliyev bildirdi ki, bunları prezidentə də çatdıracaq hər biri. Yəni, gör nə qədər əhəmiyyətli adamdır. Sən 100 dəfə danışarsan, heç sənin sözün kiməsə çatmaz, bəlkə bir nazirə çatmaz. Amma sənin buradakı çıxışın ali rəhbərə də çatır, dövlətin başçısına da çatır. Sən nədən belədir? Bəs nə deyil? Yox, çıxmalısan, sən getməlisən oradan, yeganə fərq odur. Düş hakimiyyətdən mən oturum orada. Taxtdan mən oturmalıyam. Adama sual verir, niyə? Niyə da? Kim? Niyə? Biz də sual veririk. Niyə görə də? Hansı xidmətinə görə? Əgər sən doğrudan çox qəribə vəziyyət düşüb. Başqa bir deyirəm, çıxışlarda heç bir fərq yoxdur. Eyni çıxışlar, eyni tələblər, eyni istəklər. Hər kəs orada da indi fikirləri təkrarlasaq, çoxlu problemlər qaldırırlar. Amma bunların bir şeyi var. Yox, bu məsələlər ki, biz qaldırırıq, siz həll eləyəməzsiniz və eləmiz, biz gələk, biz həll eləyək. Gələ bilsən, gələrsən da. Şəxsi ambisiyalar. Hakimiyyət hərisliliyi, hakimiyyət sevgisi, vəzifə o... Alışıb yanması. Alışıb yanmaq, bilirsinizmi, nə qədər dövlət idarə eləmək çətindir, nə qədər bunlar elə bilirlər ki, elə istənilən adam gələr, oturar, idarə eləyər. Təkcə sən, bax gəldin, sən təhlükəsizlik qüvvələrini təmin eləməlisən dövlətin. Hanı kadrların? İqtisadiyyat üçün ciddi bazan olmalıdır. Hanı kadrların? Hüquq mühafizə orqanlarında kifayət qədər adamların peşəkar kadrlar. Bəyəm asaddır dövlət idarə eləmək. Bəyəm asaddır sən deyəsən ki, yox, belə elə. İndi kimə aydın deyil, xüsusən Amerikanın yeni prezidenti seçiləndən sonra bütün dünya aydın oldu ki, ideyalar, fikirlər hamısı boş şeydir. Əsas şəxsi münasibətlərdir. Şəxsi istəklər, hər kəs öz dövlət mənafiyindən çıxış eləyir, öz dövlətinin mənafiyi, özünün şəxsi mənafiyi. Heç böyük ideyalar qaldı qıraqda, bu deyirlər ki, mən bu torpağı almalıyam, torpaq mənimdir, bu zəngin minerallar mənə çatmalıdır, bunu mən işləməliyəm, mən nə bilim, bu yəni, axı görünür ki, hər bir dövlətin özünün mənafiyi var. Nə qədər məharətli, nə qədər deməli, sən böyük dünyada tanınmış şəxsiyyət olasan ki, dünyanı idarə edən dövlət başçıları və qeyri-dövlət başçıları ilə, yəni deyirəm, dünyanı idarə edən,
Dövlət başçıları və dünyanı idarə edən qeyri-dövlət başçılarının dilini tapasan. Onların ünsiyyət yaradıb dövləti müdafiə edəsən, həm də qalib edəsən. Bugün sənin xalqın da gedib o azad olmuş torpaqlarda yaşaya bilsin və hətta beynəlxalq kömək olmadan belə, demək olar ki, cüzi köməklə çıxanda özün o qurucuları işə apara biləsən. Bu böyük bir çətin bir işdir. Ona görə də mən elə hesab edirəm ki, biz hamımız dövlətimizin, dövlət başçısının yanında olmalıyıq. Görülən böyük işlərə dəstək verməliyik və verəcəyik də. Təşəkkür edirəm, Tahir bəy. Sağ olun. Fəzal bəy, həmin görüşlə bağlı fikirləriniz varsa, buyurun, dinləyirik. Yəni dərin masa ilə bağlı. Bəli, keçən həftə Hilton Bəli, o da çox yüksək səviyyədə getdi o görüş həqiqətən. Bütün siyasi partilər üçün geniş və bərabər imkanlar yaradıldı. Partiyalar öz fikirlərini ortaya qoydular, təkliflərini irəli sürdülər və ən gözəli, ən yaxşısı və hamımıza yüksək təəssürat yaradan ondaydı ki, bütün bunlara Ədalət Vəliyev çox böyük təmkinlə, çox yüksək siyasi, necə deyirlər, mədəniyyət nümayiş etdirərək çıxışlara hər hansı bir reaksiya vermədən və sondakı bütün bu çıxışlarınız, bütün bu fikirləriniz, vermiş olduğunuz təklifləri cənab prezidentin diqqətinə çatdıracaq deyəcək bir vəd etdi. Orada bir təklif də verdi, yadınıza gəlirsə ki, imkan daxilində bu yaxın vaxtlarda biz işğaldan azad olunmuş torpaqlarımıza, bu Xankəndinə də gedək. Həmin görüşdən bir neçə gün sonra bu görüşdə baş tutdu. Orada eyni zamanda təklif olundu ki, ayrı-ayrı cəmiyyətimizdə özünü ifadə edən, bu və ya digər şəkildə ciddi müzakirəyə səbəb olan, bəzən problem şəklində özünü göstərən məsələ ətrafında da, konkret məsələ ətrafında da müzakirələrin keçirilməsi yaxşı olur. Bunlar da siyasi partiyalardan belə təkliflər oldu. Mən düşünürəm ki, gələcəkdə belə təkliflər ola bilsin ki, reallaşdı və ayrı-ayrı konkret məsələlər ətrafında biz ümumilli məsələlərlə bağlı belə konkret məsələ ətrafında da dərin masanı keçib. Sadəcə öz təkliflərimizi verə bilərik. Konstruktiv müzakirə gedəndən sonra onun çıxış yollarını da göstərə bilərik. Deyir, ağıl ağıldan üstündür. Ola bilsin, kimsə görə bilmədiyini, kimsə görə bilər. Və bütün bunların hamısı 15-dən sonra Tahir bəyin dediyi ki, bu dövlət hamımızınkidir. Bu vətən hər birimizinkidir. Bugün iqtidar böyük bir çətinliklə, böyük bir fədakarlıqla bu dövləti, bu xalqı idarə edə gətirib bu səviyyə satıbsa, bizim də bu dövlətçiliklə, bu baxımdan digər tövbələrimiz də olsun ki, elə partiyalar əslində bunun üçün yaranıb. Partiyalar əslində bunun üçün fəaliyyət göstərir ki, ölkədə gedən prosesləri, dünyada gedən prosesləri götür-qoy eləsin, onun təsnifatına aparsın, süzəsən keçsin və Azərbaycanın maraqlarını uyğunlaşdırıb bunu cəmiyyətin diqqətinə çatdırsın ki, cəmiyyət də onun ətrafında öz fikirlərini cəmləşdirərək dövlətin fəaliyyətinə öz tövbəsini verə bilsin. Yəni, bu baxımdan mən düşünürəm ki, ötən dərin masada əhəmiyyətli bir dərin masa oldu. Mən baxdım, bizim rejissorumuz da məlumat verdi, təxminən 40 dəqiqə efirdəyik və yekun bir hər ikimizə sualım var. Azərbaycandan kənar beynəlxalq müstəvidə baş vermiş bir hadisə istərdim münasibətinizi öyrənim. Bildiyim qədər siz 92-ci ilin avqustundan ilk Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş bir partiyaya rəhbərlik edirsiniz, qeyd etdiyim kimi 30 ildən artıqdır. Amerika-Ukrayna münasibətləri, baş vermiş Zelenski-Trump görüşü. Mənim bu yaxınlarda elə yeni müsabata bir açıqlamam da oldu ki, həmin görüşdə sanki Trump Vladimir Putinə görə az qalırdı Zelenskini şillə təhbiyin altına salsın. Bax, bu Ukraynanın acı bir, ağır bir duruma düşməsinin təsəvvürüdür. O Putinə görə deyildi. Nə baş verirsiniz? O Amerika görə idi. Sadəcə olaraq bu, indiyə qədər, həqiqətən Amerika Birləşmiş Ştatlarını o süd verən inək kimi bütün dünya sağa gedir. Avropa bir tərəfdən sağır. Onu yaratmış olduğu o beynəlxalq əməkdaşlıq agentliyi var idi. Bəli. Hüseyd, bəli. Onun xətti ilə bütün ölkələrə bu və digər layihələr altında külli miqdarda pullar gedirdi. Sonra onların özləri o pullar hansı bir formada bəhrələnədilər və s. Və bu digər prezidentlərdən fərqli olaraq Trump sadəcə Amerikanın maraqlarını güdən, onu daha güclü iqtisadi cəhətdən, maliyyə cəhətdən güclü dövlətə çevirmək deyilən bir məsələni hədəfə
qoyubdur. Çünki əgər dövlət iqtisadi cəhətdən nə qədər güclüdürsə, onun nə qədər geniş maliyyə imkanları varsa, o artıq dünyada söz sahibi olur. Onu axı burada bir fakt da var. Son 3 ildə Rusiya-Ukrayna müharibəsində Ukrayna zəlil gününə qaldı. İndi yaman gündədir. Aydındır. Yəni bu Amerika, məhz bu Amerikaya arxalanır. Orada 2 dənə bir qüvvə var da, məsələn, Biden qlobalistlər. Aydındır. Cəryanın təmsilçisidir. Faktiki Amerika dövlətinin mövqeyindən gedir. Yox, indi o qlobalistlər ideyasının təmsilçisidir. Bu cəryanın tanınmış bir nümayəndələrindən bir də Demokratlar Partiyası var, onun nümayəndələridir. Biden isə mühafizəkardır. Bəli, bəli. Respublikaçılar, demokratlar. Həm də yox, daha özünün digər respublikalardan fərqli olaraq bu daha klassik mühafizəkardır, konservativdir. Bəli. Yəni bu nə olur olsun hər şeyi Amerikanın maraqlarına uyğunlaşdırmağa çalışır. Biznes marağı ilə yanaşır. Daha doğrusu biznes maraqlarına. O bilir ki, Amerika Birləşmiş Ştatlarının küllü miqdarı trilyonlarla ölçülən borcu var. Bu borcu demək lazımdır. Bunun təhsil özünün daxili borcu yox. Bunun digər dünya dövlətlərində də bunun borcu var. Çindən başlamış da Almaniya qədər. Bunları qaytarmaq lazımdır. Bunu isə sorurlar. Xarici borc. Xarici borc. Bu Amerikanı sorurlar. Bu da deyir ki, sorun indi bəhsdir da. İndi məsələ vermişəm, mənə geri qaytar. Qaldı konkret olaraq Ukrayna, Rusiya məsələsi. Təbii ki, burada biz Rusiya qazandırmarıq. Rusiya Ukraynanı müəyyən bəhanələr altında işgal etdi. Bu gün aparmış olduğu müharibədə ədalətli müharibə deyil. İndi bu Rusiyanın özünün maraqlarına uyğun bir müharibədir. Bunu Rusiya ideologları əsaslandırmağa çalışır və onlar bunu belə görürlər. Mesela mənim gördüyüm bunun ibarətdir ki, burada Ukraynaya təcavüz var. Lakin bu Ukraynaya təcavüz üçün gərək əsaslar verilməzdi. Yəni Zelenskinin siyasi təcrübəsiz ondan da qabaq. Ondan da qabaq. Olmaması. Bunların hamısı ilə bərabər. Axır sən bilirsən ki, səni NATO'ya qəbul etməyəcəklər. Sən bunu çox gözəl bilirsən. NATO'ya qəbul etmək üçün onun çox ağır bir proseduru var. Fəzan çox üzr istəyirəm. NATO'ya üzv olsa nə verəcəkdi Ukraynaya? Verəcək. Nə verəcək? Yox da yəni özünün Rusiyadan qorunması üçün məsələ. Ancaq onun NATO'ya qəbul olunması, Avropaya qəbul olunması bir avantür aydı. Bəli. Bu Amerika tərəfindən deməli Ukraynanın qarşısına qoyulan, o süfrəsinə qoyulan zəhər idi. Avantürist bir yemək idi. İndi onun əzabına Ukrayna xalqı çəkir. Zelenskinin problemi ondadır ki, o vətənpərvərdir, özünün ləyaqətini də o görüşdə qoruya bildi, bunları da etiraf etmək lazımdır. Ancaq onun dövlətçi təcrübəsi yoxdur. Fəzan icazə verin. O diplomat deyil. Bir neçə gündən sonra da Zelenskidən üzr istəyir. Zelenski Trumpdan üzr istəyir. O diplomat deyil. O siyasətin qaynar içində bişib formalaşan şəxs deyil. Sadəcə olaraq o öz populyarlığı ilə seçkilərdə qalib gəlir. Şovmenliyi ilə. Bəli, şovmenliyi ilə. Ancaq indi mən düşünürəm ki, Trump deyirlər Rusiya pərəstir. Trump heç zaman istəməz ki, vaxtınızı almaq istəmirəm. Özünə rəqib bir lider bu dünyada yenidən yaransın və rəqib bir dövlət formalarsın. Əgər Rusiya bu Ukrayna müharibəsində qalib gəlsə, artıq Putin dünya miqyasında bir nömrəli lideri çevrilir. Aydındır, təşəkkür ederim. Və bunu da Trump düşünürəm ki, heç zaman öz üçün qəbul etməyəcək. Ona görə hələlik siyasi oyunlar gedir. Bu siyasi oyunların içərisində qurban olan, qurbanlığa çevrilən Ukraynadır. Və Allah'a dua edirəm ki, Allah Ukrayna xalqını qorusun. Ukrayna xalqını Allah qorusun və tezliklə orada sülh bərqərar olsun. Aydındır. Qərbəy, buyurun. Vaxtımız... Bəli, məhdudluğuna görə bir neçə məsələ deyə bilərəm. Trump-Zelenski görüşü, ümumiyyətlə Trumpın Ukrayna məsələsinə münasibətdən sonra nə udulub, nə uduzulub. Mən hesab edirəm ki, dünya nüvə müharibəsinə çox yaxınlaşmışdı. Hər an təhlükə ola bilər. Üçüncü dünya müharibəsinə, hətta nüvə müharibəsinə çox yaxınlaşmışdı. Bu cür münasibət göstərməklə Trump Rusiyanı köfün aldı. Bir qədər səngitdi, bir qədər belə vəziyyət yaradı. Yəni uduş budur. İkinci odur ki, Fəzail bəy də dedi, özünün 31 milyard dollar, trilyon dollardan çox borcu var.
Bunları ödəmək üçün Panama kanalı, Çin, Kanada və digər məsələlər qoydu və artıq milli maraqları önə çıxara bildi. Üçüncü məsələ budur ki, hər şeyin üzərindən pərdəni götürdü. Yalancı vətənpərvərlik, yalancı beynəlxalq siyasət, yalancı humanizm siyasəti, yalancı ideologiya. Dedi ki, hər kəs, hər dövlətin özü marağı var, bu cür hamımız birimizlə rəftar eləməliyik. Ancaq çox danışmaq istəmirəm. Çox nə ziyan oldu. Yazıq oldu Ukrayna xalqı, siz dediniz. Hayf oldu. Yəni onun uduzmağı ilə müharibənin qurtarması böyük. Onların heç vaxt onlar canların vətənləri Ukraynada ötürü veriblər Ukraynalılar. 10 minlərlə gənc həyatını itirdi. Əgər bu Ukrayna uduzulmuş halda bu müqavilə bağlayacaqsa, sülh müqaviləsi, bu Ukrayna xalqına nə böyük mənəvi ziyan olacaq, neyəcək və yaxud iki Şərqi Slavyan xalqı idi da. Bunlar bir xalqdır da sakinlər. Biz ilə kökənli. Sən bunları əbədi düşmən elədir. 1664-cü ildə Bağdan Xmelnitski 1564-cü müqavilədən sonra heç vaxt Rusiya və Ukrayna arasında münasibət bu qədər pis olmamışdı. Artıq bunun çətin müharibədən sonraki durum daha ağır olacaq. Bax budur ki, onun bərpası var, münasibətlərin yaranması var. Sən böyük xalqlar bu, doğma xalqlar arasında böyük düşmənçilik yaratdın. Nə qədər xaraba qaldı ölkə və s. Çoxlu misallar bu cür gətirmək olar. 9 milyon miqrant var. Dəhşətli bir Avropanın şəhərlərinə səpələnir. Nə vaxt bu ölkə özünə gələcək? Nə vaxt elə bərpa olunmayan şeylər də var. Tahir bəy çox maraqlı məqama toxundunuz. Artıq 500 milyardlıq o sərvəti Amerika onun əlindən almaq istəyir. Məcbur edildi ki, müqaviləni imzalar və o da artıq bir neçə gün bundan öncə çıxdı, bəyan etdi ki, üzr istəyirəm, Zelenskidən söhbət edir və müqaviləni imzalamağa hazıram. Üzr istəmədi, sadəcə Allah dedi, təəssüf edirəm. Yəni birbaşa üzr istəyirəm ifadəsini işlətdi. Yəni üzrxahlıq bilirsiniz, açıq bəzi qüvvələr bunu niyə görə o üzrxahlıq dediyimiz məsələ ki var, onu göstərir, görünür Zelenskinin özünün korrupsiya əməlləri var, qorxdu elədi. Belə söz deyənlər də var. Həqiqət necədir? Çox təşəkkür edirəm, maraqlınız keçsin. Əzəl müəllim, Tahir bəy, biz də təşəkkürümüzü bildiririk. Hörmətli tamaşaçılar, xatırladım ki, bu dəfəki canlı efirimizin qonağı Ana Vətən Partiyasının sədri hörmətli Fəzail Ağamalı və Vəhdət Partiyasının sədri hörmətli Tahir Kərimli idi. Sağ olun, növbəti görüşədək. Sağ olun.